7 yanvar 1943-cü ildə New Yorker otelinin xidmətçisi 3327 nömrəli otağa daxil oldu. Orada o, 86 yaşlı bir kişinin cəsədini tapdı. O, ömrünün son 9 ilini yaşadığı otaqda tək başına vəfat etmişdi. Kişi kasıb idi. Demək olar ki, yalnız süd və krekerlə qidalanırdı. Qalan az pulunu isə göyərçinləri yedizdirmək və onlara qulluq etmək üçün xərcləyirdi. Bu kişinin adı Nikola Tesla idi. Tesla'nı ömrünün son illərində görəndə onun müasir dövrün ən böyük ağıllarından biri olduğuna inanmaq çətin olardı. Onun dahiliyi dünyanı formalaşdırdı. Dünyanı dəyişən cərəyan, dünya miqyasında evlərimizi enerji ilə təmin edən elektrik sistemi yaratdı. Onun təsirini məsafədən idarə etmə və radiolardan tutmuş simsiz rabitəyə qədər hər yerdə görmək olar. Tesla'nın işində və yaradıcılığında bəlkə də ən təsirli şey elmə olan ehtirasıdır. Onun bütün gəliri tamahkarlığa və mənfəətə deyil, bəşəriyyətin həyatını yaxşılaşdırmağa yönəlmiş layihələrə yatırılmışdı. Tesla 10 iyul 1856-cı ildə indiki Xorvatiya ərazisində anadan olub. Anası ixtiraçı ailəsindən idi və bütün Serb epik şeirlərini əzbərdən bildiyi üçün inanılmaz bir yaddaşa sahib idi. Buna görə də oğluna yaddaş məşqləri və əzbərləməyi öyrətmişdi. Zaman keçdikcə Tesla qeyri-adi yaddaşı ilə tanınmağa başlamışdı. O sonradan 8 fərqli dildə danışmağı öyrənmişdi və burada həmişə o anasının xidmətini qeyd etmişdi. Hələ 5 yaşın olarkən Tesla böyük qardaşının at sürərkən yıxılaraq ölümünün şahidi oldu. Bu hadisə həyatı boyu onun yaddaşında silinməz iz qoymuşdu. Tesla təhsildə əla nəticələr göstərsə də, sonda qumara qurşandığından və digər şəxsi problemlər səbəbindən universiteti tərk etməli oldu. Lakin buna baxmayaraq, elmə olan sevgisi soymadı. Tesla 1882-ci ildə Continental Edison şirkətinin Paris filialında mühəndis kimi işə başladı. Onun ilk böyük layihəsi Strasburg şəhərinin dəmir yolu vağzalı üçün elektrostansiyasının quraşdırılması oldu. Şəhər daxilində qapalı işıqlandırma quraşdıraraq işə başladı. Rəhbərlik tezliklə istedadlarının belə bir işdə boşa getdiyini anladı və ona dinamo və mühərriklərin dizaynını və təkmilləşdirilməsini tapşırdı. Onun yenilikləri o qədər dərin idi ki, şirkət tezliklə onu digər qurğularda problemləri həll etmək üçün Avropanın digər şəhərlərinə göndərdi. 1884-cü ildə Edisonda işləyərkən, 28 yaşında Tesla'nın meneceri ona Edison'un New York maşın qayırma zavodunda işləməyi təklif etdi. Tesla bu təklifi qəbul etdi. Amerikaya köçün. Tesla 7 il sonra, 1891-ci ildə Amerika vətəndaşı oldu. Tezliklə Tesla şirkətin sahibi Thomas Edison'la tanış oldu və ilk vaxtlar onlar yaxşı yola gedirdilər. Tesla, Edison'u ilhamverici bir şəxsiyyət kimi təsvir edirdi. Edison isə Tesla'ya demişdi, "Mənim çox çalışqan köməkçilərim olub, amma sən bacarıqda onların hamısını keçmisən." Lakin bu qarşılıqlı heyranlıq qısa müddətli oldu və tezliklə onların arasında ömürlük rəqabət yarandı. Onların düşmənçiliyinin əsas mənbəyi hər birinin üstünlük verdiyi cərəyan növü ilə bağlı fikir ayrılığı idi. Edison'un şirkəti elektrik yükünün yalnız bir istiqamətdə axdığı bir sistem olan sabit cərəyan üçün patentlərə sahib idi. Nikola Tesla isə dəyişən cərəyanın tərəfdarı idi. Dəyişən cərəyan elektrik yükünün istiqamətini müntəzəm olaraq dəyişdirdiyi bir sistemdir. İstiqamətin bu cür dəyişməsi, dəyişən cərəyana gücü uzun məsafələrə daha səmərəli şəkildə ötürməyə imkan verir. Bundan əlavə, transformator adlanan qurğular vasitəsilə dəyişən cərəyanın gərginliyini artırmaq və ya azaltmaq mümkündür. Bunun nəticəsində elektrik enerjisi əvvəlcə yüksək gərginliklə ötürülə, sonra isə evlərdə təhlükəsiz istifadə üçün daha aşağı gərginliyə endirilə bilər. Tesla dəyişən cərəyanın üstünlüklərini Edison'a izah etməyə çalışsa da, Edison onu dinləmək istəmirdi. Çünki dəyişən cərəyanın uğur qazanması, bütün patentlərinə sahib olduğu sabit cərəyan sisteminin satışlarına zərər verə bilərdi. Daha sonra Edison Tesla'ya köhnəlmiş 24 maşınını yenidən layihələndirəcəyi təqdirdə ona $50.000 məbləğində böyük mükafat verəcəyini vəd etdi. Tesla tapşırığı uğurla başa vurduqdan sonra isə Edison pulu ödəməkdən imtina etdi və bunun sadəcə zarafat olduğunu bildirdi.
O Tesla'ya belə dedi: "Tesla, sən bizim Amerika yumorunu başa düşmürsən." Tesla şirkətdə cəmi 6 ay işlədikdən sonra Edisonun şirkətini tərk etdi. O, dünyanı dəyişmək istəyir və buna qadir olduğunu bilirdi. Növbəti bir il ərzində o, digər 2 investorla birlikdə öz şirkətini yaratdı. Bu şirkət tezliklə küçələrin işıqlandırılması ilə əlaqədar qövsü lampaların istehları nəticəsində böyük gəlir əldə etməyə başladı. Lakin tezliklə Nikola Tesla ilə investorlar arasında ziddiyyətlər yaranmağa başladı. İnvestorlar alimin dəyişən cəryanla bağlı tədqiqatlarında maraqlı deyildilər. Onları yalnız biznes maraqlandırırdı. Şirkət səhmlərinin böyük hissəsi investorların əlində idi və bu onlara şirkətin qərarlarının verilməsində böyük üstünlük verirdi. Beləliklə bu ziddiyyət nəticəsində Tesla bu şirkəti də tərk etməli oldu. Şirkəti tərk etdikdən sonra Tesla demək olar ki, heç nəsiz qaldı. Yaşamaq üçün müxtəlif ağır və təsadüfi işlərlə məşğul olurdu. Bir müddət hətta küçələrdə xəndək qazaraq dolanmağa məcbur qalmışdı. Lakin tezliklə onun taleyi dəyişməyə başladı. Onun dəyişən cəryan mühərriki ilə bağlı ideyaları yeni bir investorun diqqətini çəkdi və bu dəstəklə 1887-ci ildə Tesla Elektrik Kompani təsis olundu. Tesla daha sonra sabit cəryanla işləyən mühərriklərdən daha ucuz və texniki baxımdan daha asan qulluq edilən yeni bir mühərriki hazırladı. O, bu mühərriki növbəti il Amerika Elektrik Mühəndisləri İnstitutunda təqdim etdi. Bu nümayiş, elektrik sənayesinin tanınmış iş adamlarından biri olan George Westinghouse'un diqqətini cəlb etdi. Westinghouse, elektrik bazarının əsas oyunçularından biri idi və Thomas Edisona rəqib olacaq dəyişən cəryan sistemini tamamlamaq üçün Tesla'nın mühərrikinə ehtiyac duyurdu. O, Tesla'nın mühərrikinin hüquqlarını satın aldı və onu məsləhətçi kimi işə götürdü. Müqaviləyə əsasən, Tesla bugünkü dəyərlə təxminən ayda $55.000 ekvivalentində maaş alırdı. Həmçinin mühərriklərinin istehsal etdiyi hər at gücü üçün qanorar qazanırdı. Beləliklə, Tesla'nın işləri yaxşılaşmağa başladı və elektrik enerjisi tarixində məşhur cəryanlar müharibəsi dövrü başlandı. Edison, Tesla'nın dəyişən cəryan sistemini gözdən salmaq üçün getdikcə daha ifrat üsullara əl atmağa başladı. O, məktəb uşaqlarına 25 sent ödəyərək onlardan ev heyvanlarını gətirmələrini istəyirdi. Daha sonra ictimai yerlərdə qurduğu səhnələrdə həmin heyvanları elektrik cəryanı vuraraq öldürür və bununla Tesla'nın dəyişkən cəryan sisteminin təhlükəli olduğunu sübut etməyə çalışırdı. Zaman keçdikcə bu nümayişlər daha da böyük miqyas aldı və nəhayət bir at da ictimaiyyət qarşısında elektrik cəryanı ilə öldürüldü. Edison, cəryanlar müharibəsi başa çatdırdan sonra da heyvanların elektriklə öldürülməsi ilə bağlı nümayişləri davam etdirdi. Onun film şirkəti 1903-cü ildə Filin elektriklə öldürülməsi adlı qısa metrajlı film çəkdi. Filmdə əvvəllər sirkdə istifadə edilmiş Topsy adlı film bədənindən 6600 volt elektrik cəryanı keçirilməklə öldürülməsi göstərilirdi. Edisonun yaratdığı mənfi təbliğata baxmayaraq, Tesla və Westinghouse dəyişən cəryan sisteminin inkişafını davam etdirdilər. Dəyişən cəryanın həm təhlükəsiz, həm də geniş miqyasda istifadəyə yararlı olduğunu nümayiş etdirmək fürsəti 1893-cü ildə Chicago'da keçirilən Ümumdünya Kolumbiya sərgisi zamanı yarandı. Edison da sərginin işıqlandırılması üçün təklif vermişdi. Lakin Westinghouse daha aşağı qiymət təklif edərək bu kontraktı qazandı və bununla da Edisonu kölgədə qoymaq imkanı əldə etdi. Aşağı büdcə ilə sərgini işıqlandırmaq çətin olsa da, Westinghouse və Tesla bu işin öhdəsindən uğurla gəldilər və dəyişən cəryanın gücünü bütün dünyaya nümayiş etdirdilər. Onların uğurları daha sonra Westinghouse elektrik şirkətinin Edisonun şirkəti olan General Electric üzərində qələbə qazanaraq Niagara şəlaləsində hidroelektrik stansiyanın tikintisi üçün digər müqavilənin əldə edilməsi ilə davam etdi. Tesla bu stansiyanın layihələrinin hazırlanmasında iştirak etdi və layihə böyük uğur qazandı. Stansiyanın istehsal etdiyi enerji sonradan New York şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin etməyə başladı. Dəyişən cərəyan sürətlə populyarlıq qazandı və nəticədə bugün evlərimizi enerji ilə təmin edən əsas sistemə çevrildi. Sabit cərəyan isə növbəti 10 illik ərzində tədricən istifadədən çıxarıldı. Westinghouse cərəyanlar müharibəsində qalib gəlsə də, onun şirkəti təxminən $10 milyon borca görə iflas həddinə çatmışdı.
O, kömək üçün Teslaya müraciət edərək qonorarlarının müvəqqəti olaraq azaldılmasını xahiş etdi. Dostuna olan hörmət və mərhəmət hissi ilə Tesla qonorarları azaltmaq əvəzinə müqaviləsini tamamilə cırdı və bütün qonorar hüquqlarından imtina etdi. Bu qərarla Tesla bugünkü pulla təxminən $300 milyon dəyərində gəlirdən imtina etmiş oldu. Lakin maliyyə qazancı onun üçün əsas məqsəd değildi. Tesla daha çox elmi araşdırmalar və yeni ixtiralarla maraqlanırdı. Bu addım Westinghouse'un şirkətinin xilas olmasına kömək etdi. Daha sonra Westinghouse 1897-ci ildə Tesla'nın dəyişən cərəyan patentlərini $216 min satın aldı. Bu məbləğ bugünün dəyəri ilə təxminən $6 milyon bərabərdir. Tesla həmin vəsaitdən New Yorkda yeni laboratoriyalar yaratmaq və özünü tamamilə ixtiraçılıq fəaliyyətinə həsr etmək üçün istifadə etdi. Tesla artıq beynəlxalq aləmdə şöhrət qazanmış bir şəxsiyyət idi. Onun laboratoriyalarını tez-tez zəngin və nüfuzlu insanlar ziyarət edirdi. Bu şəxslər arasında onun yaxın dostu, Amerika ədəbiyyatının atalarından biri sayılan Mark Twain də var idi. Tesla karyerası ərzində təxminən 300 patentə sahib olmuş və çoxsaylı ixtiralar yaratmışdı. O, neon işıqlarının ilkin versiyalarından birini hazırlamış, avtomobillər üçün yüksək səmərəli pərsiz turbin yaratmış və rentgen texnologiyasının öncüllərindən biri olmuşdu. O, həmçinin rentgen şüalarının insan sağlamlığı üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edən ilk şəxslərdən biri idi. Onun ən məşhur ixtiralarından biri Tesla bobini idi. Bu qurğu çox yüksək gərginlikli elektrik enerjisi istehsal etmək qabiliyyətinə malik idi. Digər diqqətə layiq ixtiralarından biri isə 1898-ci ildə Madison Square Garden'də nümayiş etdirdiyi uzardan idarə olunan qayıq idi. Bu qayıq simsiz texnologiya sahəsində o qədər böyük irəliləyiş hesab olunurdu ki, tamaşaçılar əvvəlcə onun hərəkətini sehir və ya telepatiya ilə izah etməyə çalışırdılar. Hətta qayığın içərisində onu idarə edən xüsusi, öyrədilmiş bir meymunun gizləndiyini iddia edənlər də var idi. Tesla dahi bir ixtiraçı olsa da, yaratdıqlarını bazara çıxarmaqda çətinlik çəkirdi. O, artıq hazırladığı ixtiraları necə satacağını düşünməkdənsə, daim növbəti kəşfə yönəlirdi. Onun bir çox ideyaları ümumiyyətlə yazıya alınmamış, qeyd edilənlərmi isə əksəriyyəti patentlə qorunmamışdı. Bu iş üsulu Tesla üçün ciddi problemlər yaratdı. 19-cu əsrin sonlarında radio üzərində işləməyə başlayanda, o artıq 1892-ci ildə radionun əsas ideyasını formalaşdırmışdı və qısa müddət sonra siqnalı 50 mil məsafəyə ötürməyə hazır idi. Lakin 1895-ci ildə laboratoriyasında baş verən yanğın nəticəsində bütün işləri məhv oldu. Tesla patent müraciət etməmişdi və yalnız 2 il ərzində tədqiqatlarını yenidən bərpa etdikdən sonra patent almağa çalışdı. Eyni dövrdə İtalyan ixtiraçı Guglielmo Marconi də radio üzərində işləyirdi və İngiltərədə patent hüquqları əldə etmişdi. Lakin ABŞ da patent almağa cəhd etdikdə onun ideyalarının Tesla ilə çox oxşar olduğu əsas gətirilərək müraciəti rədd edildi. Marconi 1901-ci ildə dünyanın ilk transatlantik radio mesajını göndərməyə nail oldu və bunun üçün Tesla'nın 17 patentindən istifadə etdi. Daha sonra Thomas Edison maliyyə nüfuzundan istifadə edərək Marconi'ni dəstəklədi. ABŞ Patent İdarəsi əvvəlki qərarını dəyişdi və Marconi ölkədə patent hüquqlarını əldə etdi. Beləliklə, Edison da əldə edilən gəlirdən pay almaq imkanı qazandı. Tesla əvvəlcə bu məsələyə ciddi reaksiya vermədi. Lakin Marconi'nin 1911-ci ildə radionun inkişafına görə Nobel mükafatını qazanması onun üçün son zərbə oldu. Halbuki bu uğur Tesla'nın lazımi şəkildə tanınmayan işləri olmadan mümkün değildi. Tesla Marconi'ni məhkəməyə verdi, amma hüquqi proses illərlə davam etdi və yalnız Tesla'nın ölümündən 8 ay sonra bu iddia onun xeyrinə nəticələndi. Tesla'nın ən radikal ideyası 20-ci əsrin əvvəllərində ortaya çıxdı. O, enerjini dünyanın istənilən nöqtəsinə simsiz şəkildə çatdıra biləcək qlobal sistem yaratmağı hədəfləyirdi. Tesla bu layihə üçün 1901-ci ildə maliyyə dəstəyi aldı və New York ştatının Long Island bölgəsində torpaq sahəsi satın aldı. Burada öz qurğusunu inşa etməyə başladı.
Növbəti il ərzində hündürlüyü 187 fut olan nəhəng taxta güllə tikildi. Güllənin üstündə diametri 68 fut olan metal günbəz yerləşirdi. Tesla bu kompleksə Wardenclyffe gülləsi adını verdi. O hesab edirdi ki, bu güllə simsiz texnologiyalarda inqilab yaradacaq və insanların gələcəkdə istifadə edəcəyi rabitə vasitələrinin əsasını qoyacaq. Tesla yazırdı: buradakı bir telefon abunəçisi dünyanın istənilən yerində olan başqa bir abunəçi ilə əlaqə saxlaya biləcək. Saatdan böyük olmayan, ucuz bir qəbul edici vasitəsilə insan quruda və ya dənizdə olduğu yerdən dünyanın başqa bir nöqtəsində edilən nitqi və ya çalınan musiqini dinləyə biləcək. Eyni qaydada istənilən şəkil, simvol, rəsm və ya çap materialı bir yerdən başqa yerə ötürülə biləcək. Bu cür milyonlarla cihaz yalnız bir belə stansiya vasitəsilə işləyə biləcək. Güllənin başqa məqsədləri də vardı. Buraya aşağıdakılar daxil idi: universal və dəqiq vaxt sistemi, qlobal musiqi yayımı, gəmilərin kompassız şəkildə öz dəqiq mövqeyini müəyyən etməsinə və düzgün istiqamət götürməsinə imkan verən naviqasiya sistemi. Lakin bütün bu möhtəşəm ideyalara baxmayaraq, Tesla tezliklə ciddi çətinliklərlə üzləşdi. Marconi'nin 1901-ci il radio yayımı bütün diqqəti Wardenclyffe layihəsindən yayındırdı. Mətbuat layihəni getdikcə daha çox bir aldatmaca kimi təqdim etməyə başladı. İnvestorlar isə güllənin istehsal edəcəyi enerjini nəzarət altında saxlamağın və kommersiya gəliri əldə etməyin mümkün olmadığını başa düşdülər. Nəticədə bir çox investor layihədən çəkildi və artıq 50 yaşlarını keçmiş Tesla maliyyə baxımından ağır vəziyyətə düşdü. O, 10 ildən çox müddət ərzində layihəsini tamamlamağa çalışsa da buna nail ola bilmədi. Nəticədə sinir böhranı keçirdi və borcları o qədər artdı ki, 1915-ci ildə Wardenclyffe mülkü ipoteka borclarına görə əlindən alındı. Bir müddət sonra ərazi yeni sahibə keçdi və güllə sötülərək yerində daşınmaz əmlak layihələri həyata keçirildi. Tesla artıq müflis vəziyyətə düşmüşdü və psixi sağlamlığı da ciddi şəkildə pisləşməyə başlamışdı. O, müxtəlif otellərdə yaşayır və göyərçinlərə xüsusi qayğı göstərirdi. Hər gün vaxt ayıraraq onları yemləyir və qulluq edirdi. 70 yaşlarının sonlarında o, New Yorker otelə köçdü və ömrünün qalan hissəsini burada keçirdi. Bunun əsas səbəbi Westinghouse Electric and Manufacturing Company şirkətinin ona yardım etməsi idi. Şirkət Tesla'nın ağır vəziyyətini görərək onun kirayə haqqını ödəməyə başladı. Bu, illər əvvəl Tesla'nın şirkəti maliyyə böhranından xilas etməsinə verilən bir təşəkkür idi. Nikola Tesla 86 yaşına qədər yaşadı və 7 yanvar 1943-cü ildə otel otağında vəfat etdi. Nikola Tesla öz dövrünü qaballayan bir insan idi. Elektrik sahəsindəki yenilikləri müasir dünyanın formalaşmasına böyük təsir göstərdi. Onun təsiri rentgen texnologiyasından tutmuş, uzaqdan idarə etmə sistemlərinə qədər bir çox sahədə görünür. Tesla'nın qlobal simsiz sistem ideyası texnologiyanın inkişafını bəlkə də bir əsr qabağa çəkə və bütün dünyaya pulsuz enerji təmin edə bilərdi. Dövrünün bir çox alimlərindən fərqli olaraq Tesla maddi qazanc üçün deyil, bəşəriyyətin inkişafı naminə çalışırdı. Bəlkə də buna görə Tesla öz layiqli dəyərini yalnız 21-ci əsrdə qazandı. Çünki bugünün texnoloji dünyası böyük ölçüdə onun dahi ideyaları və uzaqgörənliyi üzərində qurulub. Bununla da bu dahi insan haqqında verilişimizi başa çatdırırıq. Əgər video xoşunuza gəlibsə və bizim kanalımıza dəstək vermək istəyirsinizsə, like qoymağı, şərh yazmağı və abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün çox dəyərli və önəmlidir. Hələlik, gələn görüşlərədək.